Cəsarətli. Leyli və Məcnun. Hə, bəli. Baxın, Sirlər Xəzinəsi, İskəndərnamədə Sevinç xanım. Çoxlu qadın obrazları var. Biz bunun biraz üzərində də dayanaq. Yadınızda ötən verilişlərimizin birində də demişdik. Yəni biz ölçünü nə qoymuşduq? Qadın ilə kişi fərqli varlıqdır. Bəli. Bax, üstünlük anlayışından baxmamışdıq biz, xatırlayırsınızsa. Bəli, bəli, bəli. Biz baxmırıq, Allah belə baxır. Yəni fərqlidir. Təbii. Yəni bu dünyada qadının görəcəyi iş var. Allah ona görə qadını dizayn eləyib. Niyə görə Allah qadında mərhəmətin dozasını biraz artıq eləyib? Çünki anadır. Anadır. Hə, çünki dünyaya uşağı gətirir. Niyə görə kişiyə biraz fiziki gücü çox verib? Çünki bax, ovçu mərhələmizi düşünün. Getməlidir, ovlamalıdır, gətirməlidir evə. Bax. Bəli. Müdafiə etməlidir, qorumalıdır. Niyə görə qadın, bax, evə kişi gələndə qadın öncə əlinə baxır. Bunu qadınların mənfi xüsusiyyəti kimi göstərilir. Mənfi xüsusiyyət deyil. Qadın öncə ailəni düşünür. Bugün ailənin qarnını doyuracaqmı? Qadın işi budur yəni. Qadın yaradılışında var qadının. Bəli, fitri olaraq ailəni qadının işi qorumadır. Bax. Qadın qorunma istəyir, kişi qoruma istəyir. Yəni anlayışımız nədir Sevinç xanım? Anlayışımız fərqli varlıqlarıdır. Üstün demirəm, fərqli varlıqlardır. Bəli, əsla biri digərindən üstün deyil. Xeyr, üstünlük ölçü təqvadır. Bəli, o da bəli. İndi baxın, görün Nizami nə deyib. Təxminən 1000 il öncə bunda, baxın. İndi bütün əsərlərində qadınlara ayrıca bir yer verib. Bax, mən adicə bir şey deyim sizə. Buradan da bəlkə bizi dinləyən oldu. Bizim moda ilə məşğul olan modelyerlərə, xüsusən qadınlarla bağlı olanlara məsləhət görürəm ki, Nizami bir qadını necə geyindirib. Hətta. Bəli. Maraqlı. Sırğasından tutmuş, baxın, saçından tutmuş, qaşından, burnundan, yanağından, üzündən, yerişindən, geydiyi paltarlarındakı, məsələn, Məhəmməd Əmin Rəsulullah deyir ki, Nizami ahəng, uyum şairidir. O qədər gözəl təsbit edib ki bunu. Məsələn, 7 gözəldə, burada 7 gözəldə fitnəni elə geyindirib ki, bizim modellərə deyirəm ki, ey modellər, gedin görün Nizami qadın necə geyindirib. Məsələn, Nüşabəni təsvir edir, Nüşabə taxta oturub, əlində portaqal var. Bir qadın süfrəni necə açar? Nizami Nüşabənin əli, Nizamidə Nüşabə İskəndərə necə bir süfrə hazırlayır? Hansı yeməkləri qoyub? O qədər gözəl geyindirib ki, o qədər gözəl rənglər seçib ki, rəngləri bir-birinə o qədər bağlayıb ki, bir qadın, modellər bunu görsələr, hansı parçaları seçib? Məsələn, qadınların paltarını xüsusi olaraq ipəyini Hindistandan gətirib, Çindən gətirib, Rum nəqqaşlarını gətirib ki, buna bəzək vursunlar. Hər qadına ayrıca bir bilirsiniz,